Salam değerli izleyiciler, YouTube kanalımızın abunəçiləri. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Albalı Uşaq Bağçasının yanında yeni tikili 20 mərtəbəli binanın 16-cı mərtəbəsində 2 otaqlı 82 kvadrat ölçülü dəyərdən ucuz qiyməti cəmi 164 min manata satılan bir mənzili sizlərə çəkib təqdim edəcəm. Burada mənzilimizin giriş qapısı yerləşir. Baxın bu şəkildə giriş qapıdan daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayır. Sağ tərəfdə tualet hissəsi, qonaq otağı, yataq otağı, mətbəx hissəsi, burada isə mənzilin hamam hissəsi yerləşir. Sağdan sola doğru olaraq sizlərə təqdim edəcəm. Baxın ilk öncə tualet hissəsini sizlərə təqdim edirəm. Bu şəkildədir. Qazı, suyu, işığı daimidir. Binada sürətli liftlər mövcuddur. Sənəd kupçadır. Burada qonaq otağı yerləşir. Baxın bu şəkildə qonaq otağı mövcuddur. İstilik sistemi fərqli olaraq kombidir. Yaxınlığında məktəb, bağça, iaş obyektləri fəaliyyət göstərir. Döşəmədə parketdən istifadə olunub. Burada mənzilin yataq otağı yerləşir və yataq otağından eyvana çıxış var. Baxın. Belə bir eyvan hissəsi mövcuddur. Çıxdıq gün düşən bir mənzildir. Baxın bu şəkildədir eyvan hissəsindən baxışı. Baxın belə bir gözəl eyvan hissəsi mövcuddur. Yataq otağını sizlərə təqdim elədim. Burada isə mənzilin mətbəx hissəsi yerləşir. Baxın belə bir mətbəx hissəsi var. Bu şəkildədir. Burada isə mənzilin hamam hissəsi yerləşir. Baxın gördüyünüz kimi. Bu şəkildədir. Mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə gedəcəm. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Albalı Uşaq Bağçasının yanında 308 nömrəli məktəbin arxasında 21 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. 82 kvadrat ümumi sahəyə malikdir. Qanuni 2 otaqlıdır sənədlə. Sənəd kopçadır, dövlət ipotekasına yararlıdır. Qiyməti 164 min manatdır və real alıcıya endirim olunacaqdır. Mənzil haqqında daha dolğun məlumat üçün əlaqə nömrəmiz mövcuddur. Əlaqə nömrəmizə əlaqə saxlaya bilər. Mənzilə əyani şəkildə gəlib baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin.